bu setup'a gələndən, yəni tabii setup əslində yığışdırmışam bir səsi qal. İndi yayınlara başlayanmamın səbəbini mən sizə deyim sizə. Canlı yayını niyə aça bilmirəm, niyə şeyə bilmirəm, video çəkə bilmirəm. Səbəbi uşaqlar, mən həyət evində qalıram. Ona görə də maalesef mənim evim demək olar ki, bir saray kimi bir şeydir deyə, çox böyükdür deyə. Maalesef divarlar dəhşət möhkəm qalındı. Yəni bir otağın divarı, divar 20-dir də, 20 santimdir də. Mənim otağın demək arası demək 50 santim. Bir otağı 70, bir yeri 100 santim. Yəni divardan divara fərq var. Demək olar internet düzü evin o başındadır. Mən isə evin ən uca köşəsindəyəm, ən ucdayım da, ən sondayım. Yəni tərsinədir elə bir şey. Ona görə maalesef otağa internet çəkinə internet gəlmir, internet dəhşət zəifdir. Yəni demək olar. Nədən olur mən bu televizoru ancaq şeydir, ekran paylaşmağa işlədirəm yəni. Bəzən ya ekran paylaşıram, ya da ki internet tutmadım, nəsə belə deyiləm, basıram. Yəni, onsuz bildiyiniz kimi, onsuz zaten setup eyni şeydir. Yəni, bu da ki ad günümdə hədiyyə alınan bir konsol, Xbox konsolunun fason oxşar bir şeydir. RGB'dir. Yəni, Xbox kimi zaryadkalıdır bunda, onsuz zaryadkalı batarya. Normal, bataryası qutardı, çıxar təzəsini al marketdən, gəl qoy kafası deyil. Burası çox soyuqdur. Zaryadka taxırsan, özü çıxır. Dedi. Bu arada hashtag reklam deyək də, sonra kontakto məni öldürməsin. Burada kutusu, içində stikeri falan da var, amma ki yapışdırmıram. Buradakı da səs ıvır zıvır falan filan, cərt. Buradakı kompüterimi daşımaq üçün çanta alacağım. Və heç buradakı, aha. Bu da öz adamdır. İndi bildinizmi niyə mənim masam dağınıqdır? Nəysə, sözün açığına gələk, mən masayı buradan buraya gətirəcəm. Ondan sonra iş daha çox olacaq. Monitorlar daşınasıdır. Çart, falan filan. Hələ ki bir də bunu göstərim sizə. Bunun ağırlığı da buna baxın amına qoyayım. Kontakton bunu görsən nə dəliyə dönər, nə deyir ki, kontaktonun %90'ını daşıyam mən. Hər otağımda hər şey var. Bunun ikinci kompüter bile var orada. Buna bax, Intelcom i5'dir bunda. Məndəki də var, bununki daha güclüdür demək olar. Bundaki daha güclüdür, mənimki daha güclüdür. Nəysə, qısacası bu masa bura gələcək, cərt filan. İkinci part videosunu gözləyin. Birinci partı, ikinci partı görək nə olacaq. Yəni izləmədə qalın.